AB və CD vətərləri M nöqtəsində kəsişir. İndi burada gəleyim bir dənə AB və CD vətərləri olsun. C və D. Aha, burada olsun M nöqtəsi. İndi AM bizə verib 8. BM bizə verib 3. CM bizə verib 4. Bizdən də baxın CD-ni istəyir. İndi bura baxsaq, yəni bizim belə bir qaydamız var. Olsun yenə A, B, C, D, M olsun bura. X, Y, A, B. X-la Y-in hasili bərabərdir A ilə B-nin hasilinə. Bu qaydaya uyğun buradan biz indi yazacağıq. Buradan da indi 4 vur MD bərabərdir 8 vurulsun 3'ə MD də bərabərdir 24'ü bölünsün 4'ə. MD də bərabər olacaq 6'ya. Bizdən isə istəyirdi CD-ni. CD də bərabərdir CM ilə MD-nin cəmi, yəni 4 ilə 6'nın cəmi 10. Cavab 10'dur.